Hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Yeni günlər, Arzunun mətbəxinə xoş gəldiniz. Hamınızı salamlayıram, nətərsiz deyirəm. Məni soruşsaz, şükür mən də yaxşıyam. Yeni bir vlogla qarşınıza gəldim. Bu videomu 1-2 gündür çəkmişdim. Sadəcə telefonumda dururdu. Montaj eləməmişdik. Onun üçün bugün montaj olunub, YouTube'a qoyuldu. Dedim mənim dəyərli izləyicilərim baxsınlar inşallah. Bugünkü vlogumda nə hazırlayacağım? Gözəl xanımlar, diqqətlə qulaq asın və izləyin. Bugünkü mənim hazırladığım lobya salatıdır. Bildiyimiz yaşıl lobya. Xanımlar, yenə həmişəki qaydada mənim reseptlərim belə başlayır da. Göy lobyamızı paxlava fason doğrayıb, qəşəng yuyub, qaynatmışam duzlu suda. Hardasa bir 300 qram burada göy lobya var. Burada toyuğun sinə ətidir, bir parça. Bunu da qəşəng yuyub, uzun sov doğrayıb, duzunu, istiotunu vurub, o yüz bu yüz qızartmışam. Burada xanımlar bir ədəd təzə xiyardır, bir 5 ədəd də çeri pomidorudur. Bunları da doğramışam, hazır. Bir ədəd qırmızı soğandır, bir diş də sarımsaqdır. Bunları da qəşəng doğrayıb, qovurmuşam. Bu da bizim rəhli biberlərimizdir. Hərəsindən yarım-yarım. Bunları da yenə qovurmuşam duru yağda. Bizim qozumuzdur, hardasa 5-6 ədəd ləpədi xırdalamışam. Burada isə şüyüddür, petruşkadır, reyhandır. Yəni bildiyimiz cəfəri. Hərəsindən biraz. Üçü bir yerdə doğruyub, nə iridir, nə xırdadır. Orta vəziyyətdə. Bu da bizim smetanımızdır. Mila smetanı, içinə biraz qara istiot, biraz da duz qatmışam. Duzumuz, istiotumuz da burada öz yerindədir. Xanımlar, çox qəşəng salatdır. Yenə deyirəm, diqqətlə izləyin, baxın. Videomu bəyəndinizsə abunə olun, kommentlər yazın. İndi isə bismillahla mən başlayayım işimə. Bismillah. Birinci lobyamızı töküm qaba. Hazırladığım suda pişmiş lobyamız, göy lobya. Sonra tökək bura biberlərimizi. Çox qəşəng dadlı bir salatdır. Bilirəm ki, hazırlayasınız. Həqiqətən də dəyər hazırlamağa. Pomidorumuzu, xiyarımızı tökək. İstəsəz xanımlar, belə pomidor da tökə bilərsiniz. Sadəcə mən çeri pomidoru elədim. O biri pomidordan da eləyə bilərsiniz. Bu bizim toyuğun sinə əti. Soğanımızı, sarımsağımızı tökək. Xanımlar, mən salatlara həmişə qırmızı soğanı tökürəm. Qırmızı soğandan istifadə edirəm. İstəsəz, ağ soğandan da istifadə edərsiniz. Sadəcə mən salatlara qırmızı soğan əlavə edirəm. Bu da bizim qozumuz. Görün burada nə ləzzətli ərzaqlar gedir. Bu salat dadlı olmasın, nə olsun?
Axırıncı göylərimizi əlavə eləyək salatımızın üzərinə. Petruşka, reyhan, şüyüd xüsusi dad verir. Sarımsaq, qoz. Ümumiyyətcə elə bütün ərzaqlar, amma bunlar xüsusi bir dad verir bu salata. Və doyumlu salatdır, xanımlar. Mən lobyanı qaynadanda duzlu suda qaynatmışdım. O biri ərzaqlarımıza da bir balaca duz səpmişdim. İndi salatımızın üzərinə də bir balaca duz əlavə edeyim. Həzdə istiyordu, qara istiyordu. Belə. Axırıncı əlavə edirəm bura smetanımızı. Bir paçka Mila smetanıdır. Kim istəsə mayonezlə də eləyə bilər. Mən sadəcə bilirsiniz də smetan və qaymaq işlədirəm salatlara. Çox da dadlı çıxır. Belə. Hər bir ərzaqlarımızı əlavə elədim. Salatımızı üzərinə. İndi isə mən bunu qəşəng qatışdırım. Xanımlar, qəşəng qatışdırım mən bu salatımızı. Serviz eləyim. Yenidən təkrar qarşınıza çıxacağım inşallah. Siz izləmədə qalın. Rahat oturun. Çayınızı tökün. Mənim videoma baxın. Allah sizdən razı olsun. Qızlar, salatamı serviz elədim. Çox qəşəng, çox dadlı bir salatdır. Mən evdə arada hazırlayıram. İndi də bunu hazırladım ki, boyu kanalımda da olsun. Yenə deyirəm, yaydır, mövsümüdür bizim lobyanın, göyərtilərin, xiyarın, pomidorun. Siz də hazırlayın. Gənc qızlarımız var. Onlar hazırlasınlar, nuş eləsinlər, dəyər versinlər. Mənim kanalıma abunə olsunlar, fikirlərini yazsınlar. Həqiqətən də çox belə qeyri-adi bir dadı var bu salatın və faydalı salatdır. İçindəki ərzaqlar da özünüz gördünüz. Hamısı faydalı bir ərzaqlardır. Siz də hazırlayın, çox razı qalasınız, mənə də yazarsınız. Kommentlərinizi, fikirlərinizi gözləyəcəm inşallah. Xanımlar, bundan qabaqki videomda sac içi göbələk hazırlamışdım, isti xörək. Orada mən cəfəri qatmışdım o yeməyə. Bir neçə xanım yazıbdı ki, Arzu xanım, biz hazırlamışıq bu yeməkdən. Sadəcə göy vurmamışıq. Bəli, göy vurun. Göyün ona çox gözəl dad verir. Özü də hansı göyərti? Cəfəri. Xanımlar, bilmirəm diqqətlə fikir vermisiniz ya yox. Mən salatlarda, ümumiyyətcə yeməklərdə də ən çox işlətdiyim göyərti cəfəridir. Cəfəri yeməklərə, salatlara xüsusi dad verir. Mən bunların hamısını sınaqdan keçirmişəm. Bu cəfərini salatlarda, yeməklərdə. Görmüşəm ki, bəli, filan yeməyə vursam, dadın dəyişəcək, qəşəng alınacaq. Və yaxud da salata vursam, eynən o da elə. Çox gözəl dad verir. Az hallarda mən keşniş işlədərəm. Mənim işlətdiyim ən çox göyərti cəfəridir. Şüyüddür, bir də reyhandır. Bu salatıma da şüyüd, reyhan, cəfəri əlavə eləmişəm. Çox gözəl də dadlı çıxıbdır. Siz də yenə deyirəm, hazırlayın, nuş edin. Mənə də bir təşəkkürünüzü bildirin, fikirlərinizi yazın. Gözləyəcəm əziz xanımlar. Abunə olmağı unutmayın, like eləməyi unutmayın.
fikirlərinizi yazın, nə istəsəz soruşun, mən cavablandıracağam. Allah hər birinizdən razı olsun, yazırsınız, fikir bildirirsiniz, qəşəng-qəşəng yazılar, yorumlar yazırsınız. Yenə deyirəm, hər birinizdən razıyam. Əziyyət çəkirsiniz, siz də yazırsınız. Mənim əziyyətimə, əməyimə dəyər, qiymət verirsiniz. Ona görə də sizə ayrıca təşəkkür edirəm. Belə də davam eləyin. Allah hər birinizdən razı olsun. İnşallah bu videoma da baxın. Əminəm ki, bu videomda qəşəng baxış yağacaq inşallah. Baxış sayı sizin sayənizdə. Allah köməyimiz olsun hamımızın. İndi mən burada dayandırım videomu. Bir dənə qəşəng çay içim. Yorulmuşam. Ola bilsin ki, o çayı da sizlə bölüşdüm. Siz izləmədə qalın. Qızlar, mətbəximi yığışdırdım, səliqəyə saldım. Onacan çayımız qızdı. Bir dənə özümə qəşəng yaşıl çay tökdüm. Dedim bunu içeyim, bir özümə gəlim. Çox yorulmuşam, susuzlamışam. Xanımlar, göz haqqınızı halal eləyin. İnanırsınız, o qədər yorulmuşam, o qədər yorğunam. Üzürlü sayın məni, ola bilsin ki, biraz təngə nəfəs danışaram. İşlərimi qaydasına qoydum. Sonra çay tökdüm, gəldim, əyləşdim, çıxdım qarşınıza. Videomu sonlandırım. Dəyərli izləyicilərim, hamınızı çox istəyirəm. Sizdən hələlik ayrılıram. İnşallah görüşərik. Qəşəng-qəşəng vloglarla Allahın izni ilə qarşınıza gələrəm. Yenə təkrar görüşərik. Özünüzdən müğayət olun. Yenə deyirəm, oturun rahat-rahat, axşamdır. Qəşəng mənim videoma baxın, paylaşın əzizlərinizə, yaxınlarınıza. Abunə olun, kommentlər yazın, fikirlərinizi bildirin. Nədən razısınız, nədən narazısınız, hamısını mənə yazın, mənim dəyərli bacılarım. Öpürəm sizi, Allah hamımızı qorusun, özünüzdən müğayət olun.